Əvvəllər qızlara deyirdilər ki, qızlar bulağından su içir, oğlanların qanı dəliqanlı dövrüdür. Yəni ona çox söz deməyin, çox toxunmayın. Normalda bu elə özü yeniyetməliyin bir göstəriciləri idi. Sadəcə belə dövrlərə bölünmüş deyildi. Doktor, bunda oyanma çox tez olub. Bu sizcə hansısa bir verilişlərə və yaxud da televizorda nələrsə baxır ondandırmı? Amma əslində əlaqəsi yoxdur. Bəli, əslində əlaqəsi belə yoxdur. 6 yaşda bir qızda cinsi inkişaf əlamətləri çox ciddi bir xəstəliklərin, yəni tümördən tutmuş daha ciddi bir hormon problemlərinə qədər xəstəliklərin əlaməti ola bilər. Oğlum kuklalarla oynayır və ya qızım maşınlarla oynayır. Sadəcə sizə gətirmişik, nə edə bilərsiniz? Qorxaqmı, qorxmayaqmı? Bu seçici qidalanma, qida davranış pozuntusu hormonlara bağlı olmasa da ciddi hormonal problemlərə yol aça bilər. Salam əziz YouTube izləyiciləri. Bu günlər sizə yeniyetməlik dövrü haqqında danışacağıq. Mənim qonağım uşaq endokrinoloqu həkim Ləman Sultanovadır. Ləman xanım bu gün sizə yeniyetməlik dövründə olan hormonal dəyişikliklərlə bağlı olaraq məlumatları verəcək. Mən də bu problemlərdə, yəni yeniyetməlik dövründə yaşanılan problemlərdə multidisiplinar yanaşma nə zaman olmalıdır? Psixoloqa nə zaman müraciət etməlisiniz? Həm psixoloq, həm endokrinoloq müayinəsi, digər həkimlərlə paralel işlənilmə necə olmalıdır? Bunlar haqqında sizə ətraflı məlumat verəcəm. Salam Ləman xanım. Mən də həm sizi, həm izləyiciləri salamlayıram Ayşən xanım. Çox aktual bir mövzudur və mən öz adımdan sizə təşəkkür edirəm ki, bu mövzunu çox danışılmayan mövzudur, amma bu qədər önəmli bir mövzunu gündəmə gətirdiyiniz üçün. Ləman xanım, bir sual vermək istəyirəm. Aktual suallardan biridir. Valideynlər çox vaxt deyir ki, bu yeniyetməlik də təzə icaddırmı? Əslində çox araşdıran bu mövzunu. Əvvəllər qızlara deyirdilər ki, qızlar bulağından su içir, oğlanların qanı dəliqanlı dövrüdür. Yəni ona çox söz deməyin, çox toxunmayın. Normalda bu elə özü yeniyetməliyin bir göstəriciləri idi. Sadəcə belə dövrlərə bölünmüş deyildi. Valideynləri bu qədər bilgiləndirməmişdik, həssas davranın deməmişdik. Lakin çox bunu bildirirlər ki, əvvəlin yeniyetməliyi ilə indinin yeniyetməliyi eyni deyil. Biz niyə bunları yaşamamışıq? Biz niyə bu qədər qapını örtüb qapanmamışıq? Burası haqqında çox maraqlıdır. Hormonlarda dəyişiklik varmı əvvəlinki ilə indiki arasında, yoxsa sadəcə bu psixoloji bir durumdurmu? Yeniyetməlik dövrünün dünya üzrə öncəki illərlə müqayisə daha erkən baş verməsi halları daha çox rast gəlinir. 100 ilin trendi deyiləndə bir anlayış var ki, hər dekadda yeniyetməlik öncəki nəsillərə baxmış 2 ay, 3 ay daha erkən baş verir. Yəni hormonlarla bağlı ciddi bir dəyişikliklər yoxdur. Nəticədə o vaxtki valideynlər də yeniyetməlik dövrünü bitirəndə nəsil artırma qabiliyyətinə sahib şəxslərə çevrilib. İndiki uşaqlar da o yöndə gedirlər. Ona görə də hormonlarda hər hansı bir ciddi fərq var? Xeyr, yoxdur. Sadəcə olaraq burada düşünürəm ki, valideynlərin bu sualı ortaya qoymaqlarında əsas məsələ məlumatlardır. Yəni indiki uşaqlar bizim dövrümüzlə müqayisədə daha çox məlumatlıdırlar. Misal üçün bizim vaxtımızda yeniyetməlik dövrü, bədənimizdə olan dəyişikliklər haqqında olan məlumatları biz ancaq kitablardan, bir də 9-cu sinifdə biologiya dərsindən öyrəndiyimiz informasiyaydı, o qədər. Yəni ondan ekstra bir məlumatı biz əldə edə bilmirdik. Bizim dövrümüz dedim, mən öz dövrümü deyirəm, 90-cı, 2000-ci illər arası mənim yeniyetməlik dövrüm olduğu dövrdür. Amma indiki uşaqların, əfsuslar olsun ki deyirəm, o baxımdan ki, indiki uşaqlar çox erkən yaşlardan qadjetlərə məruz qalırlar, sosial media və s. məlumat çoxluğu o qədər çox olur ki, valideynlərə elə gəlir ki, indiki uşaqlar daha tez oyanırlar. Hətta bizə qəbula gələndə də erkən cinsi inkişaf müraciəti olan valideynlər hətta özlərini bəzən sorğulurlar ki, doktor, bunda oyanma çox tez olub. Bu sizcə hansısa bir verilişlərə və yaxud da televizorda nələrsə baxır ondandırmı? Amma əslində əlaqəsi yoxdur. Bəli, əslində əlaqəsi belə yoxdur. Sadəcə olaraq övladlarımıza düzgün cinsi tərbiyəni vermək lazımdır. Bədənində olan dəyişikliklər haqqında məlumatı valideyn özü
o dövr başlamamışdan öncədən yavaş-yavaş verməlidir bu informasiyanı və eyni zamanda da həmin periodda olan uşaqlarda həmin dövrdə olan dəyişikliklər haqqında yəni valideyn özü də təşvişə düşməməlidir. Başa salmalıdır ki, bütün bunlar normaldır, bütün bunlar sənin böyüməvin bir hissəsidir. Burada ən çətin olan hiperhimayə valideynləri, hansı ki, avtoritar bir ailə sistemi strukturları var. Onlar üçün çox çətindir. Çünki uşaq çıxır, sən böyüyür, sən onu dünya ilə təkbətək qoyulmuşsan kimi. Nəzarətin itir, kontrolunu itir. Artıq bu təşviş yaranır. Onun səliqəli şəkildə cinsi tərbiyəni verməsi, stabil bir şəkildə bədənindən dəyişiklikləri izah eləməsi bir çətin hal alır. Bu zaman təbii ki, psixoloji dəstək almamız önəmlidir. Psixoloq da bunu anlata bilər, cinsi tərbiyəni də verə bilər. Amma qorxuları hormonal dəyişikliklərlə bağlı olduğu üçün mən mütləq şəkildə öz adıma deyim ki, həkimə yönləndirirəm. Hər ehtimal müayinəsini keçsinlər, erkəndirmi, gecikirmi, gecikmirmi? Hər ehtimal bu hormonal müayinələr olması gərəkir hər bir uşaqda. Bir sual... Sizin elə bu sözünüzə qüvvət kimi bir məsələni istəyirəm deyim ki, çox doğru edirsiniz. Çünki ergənliyin başlanma yaşı çox vacibdir. Məsəl üçün, ergənliyin başlanma yaşı biz deyirik qızlarda 8, oğlanlarda 9 yaşdan etibarən başlayır. Bəzən görürük valideynlər, məsəl üçün, uşaqda həmin bu dəyişikliklər baş verir 6 yaşda. Düşünürlər ki, yəni bu çox da önəmli bir hal deyil. Hansı ki 6 yaşda bir qızda cinsi inkişaf əlamətləri çox ciddi bir xəstəliklərin, yəni tümördən tutmuş daha ciddi bir hormon problemlərinə qədər xəstəliklərin əlaməti ola bilər. Və yaxud da tam tərsi 15 yaşını tamamlanmış bir qızdır və yaxud da bir oğlandır. Heç bir cinsi inkişaf əlaməti yoxdur və valideyn hələ də oturub gözləyir ki, bu uşaqda yəqin biraz ləng gedişlidir. Olacaq, yəni müəyyən bir vaxtdan sonra ergənlik əlamətləri olacaq. Ona görə də bu dövr həssas dövrdür. Bu dövrdə diqqətdən qaçan elə həm valideynlərin, həm biz həkimlərin hər hansı bir problem gələcəkdə daha ciddi bir problemlərə və ən də önəmlisi geri dönülməz problemlərə yol aça bilər. Ona görə də bu dövrdə 8 yaş qızlar, 9 yaş oğlanlarda artıq ergənliyin təqibi baxımından ildə bir dəfə uşaq endokrin müayinəsi tövsiyə olunur. Əsas mövzu da nədir? Yəni ya həkimə müraciət edirlər, ya psixoloqa müraciət edirlər. Burada pis odur ki, həmkarlarımızdan bəziləri paralel işləməyi sevmirlər deyə tək tərəfli baxdıqları üçün elə tək tərəfli də həll yolunu tapır, digər tərəflər kölgədə qalır. Yəni həll yolunu tapa bilmir. Ən əsas mövzulardan biri də yəni oğlanların yəni qız kimi hərəkətlər eləməsi, qız oyuncaqları ilə oynaması, daha çox yəni bu psixoloji təsirlər ön plandadır, yoxsa hormonal təsirlər də ön plandadır? Və ya gəlir psixoloqa bunun baxımından ki, oğlum kuklalarla oynayır və ya qızım maşınlarla oynayır. Sadəcə sizə gətirmişik, nə edə bilərsiniz? Qorxaqmı, qorxmayaqmı? Mən mütləq yenə də həkimə yönləndirmə eləyirəm, söz yox. Amma siz tərəfdən nələr görürsünüz, nələr müşahidə edirsiniz? Həqiqətən də bəzi endokrin problemlərdə, xüsusilə də ana bətnindən başlayan endokrin problemlərdə uşaqlarda daha erkən yaşlardan, məsəl üçün qızlarda oğlan davranışları, oğlanlarda qız davranışları sərgilənə bilir. Əslində, məsəl üçün bildiyimiz kimi cinsiyyət hormonlarının aktivliyi məsələn ana bətnindən başlayır. Bir oğlanın oğlan kimi formalaşması üçün onun beyninin də həmin o androgenlərə ana bətnindən məruzət olmalıdır. Yəni ana bətnindən bu proseslər normal qaydasında getməlidir. Bu səbəbdən də siz dediyiniz kimi şikayətlər olanda mütləq şəkildə bir hormonal fon da baxılmalıdır. Hormonal fonun baxılması olmalıdır uşaqların ergənlik dövründə. Amma daha az yaşlı uşaqlarda biz bu cür davranışları görürüksə, həmin vaxtda biz adətən hormonları yoxlamırıq. Çünki 6 yaşda, 8 yaşda ergənlik başlamışsa, onsuz da hormonların səviyyəsi aşağı olacaq. Amma həmin yaşda biz uşaqların xarici cinsiyyət üzvünün hansı cinsə uyğun formalaşmasına baxırıq. Çünki bəzən olur ki, oğlan uşaqlarında artıq 6 yaşı var, heç vaxt heç bir şikayəti olmayıb, həkimə müraciət eləməyib və bizə gəlir 6 yaşı var uşağın, xaylar heç biri yerində deyil. Yəni bu bir qüsur sayıla bilər və yaxud da xarici cinsiyyət üzvünün forması qarışıq cinsiyyət tipindədir. Bu bir qüsur sayılır və burada da mütləq şəkildə hormonal fon, endokrin sistem detallı yoxlanılmalıdır. Yox, əgər ki uşağın, məsəl üçün daha az yaşlı uşaqlarda
xarici cinsiyyət üzvlərində hər hansı bir problem yoxdur və yaxud da yeniyetməlikdə hormonlarında hər hansı bir problem yoxdursa, burada artıq o davranışların belə deyək, normallaşdırması üçün və yaxud da o davranışlara nə səbəb olur aydınlaşdırması üçün mütləq şəkildə biz də psixoloqa yönləndirmə eləyirik. Amma ilk əmin olmalıyıq ki, hormonlarda bir problem yoxdur, onlar qaydasındadır. Bəli. Bir də ən bu yeniyetmələrin problem yaşadığı hissə yemə davranışıdır. Düzdür, seçici yemə problemləri uşaqlıqdan gəlmə ola bilir. Uşaq yeməyi seçir və yemək istəməyən, iştahsız tipli uşaqlar. Bunu 5 yaşda da görürük, 4 yaşda, hətta kiçik yaşlarından belə görə bilirik. Sadəcə bu dövrlər psixoloqla işləmək mümkündür. Yəni baxırıq ki, ana təşvişlidir, xüsusən də ananın yaralı yeri yeməkdirsə, elə uşaq da ananı yeməkdən sınayır. Bir növ seçici yemək problemini elə bil ananın qarşısına qoyur. Lakin psixolojiyadan əlavə olaraq bu yeniyetməliyə gələndə bilirsiniz ki, başqa ciddi problemlərə, xəstəliklərə gətirib çıxarda bilər. Hormonal dəyişikliklər necə olur və nə zaman sizə müraciət olunmalıdır burada? Qida ümumiyyətlə uşaqlıq dövrünün hər mərhələsində olduqca önəmlidir. Hələ ki söhbət yeniyetməlik dövrünə gedirsə, xüsusi önəmlidir. Əgər yeniyetməlik dövründə bir uşaq kəskin bir pəhrizə oturursa və yaxud da qidasından tamamilə sağlam qidalanmadan imtina edib yaşıdları ilə bərabər daha belə deyək, ziyanlı qidalara, tövsiyə etmədiyimiz qidalara keçirsə, onların hormonlarında təbii ki, problemlər yaranır. Məsəl üçün, kəskin pəhrizə oturan qızlarda aybaşının kəsilməsini görürük və yaxud da oğlanlarda, kəskin pəhrizə oturan oğlan uşaqlarında ergənliyin mərhələləri vardır. O mərhələlərin daha da irəliləmədiyini biz görə bilirik. Buna görə də bu məsələ özü, yəni bu seçici qidalanma, qida davranış pozuntusu hormonlara bağlı olmasa da ciddi hormonal problemlərə yol aça bilər. Ona görə də biz bunları aşkarladıqda, əgər ki uşaqda hormonal statusu normalsa, çünki bəzən olur ki, uşaqlarda məsəl üçün anemiya fonunda ət yeməklərinə ikrah hissi ola bilər və yaxud da hər hansı bir mikroelement çatmazlığında hər hansı bir spesifik bir yeməkləri yeməmə halları ola bilər. Bu ayrı bir məsələ. Burada təbii ki, defisitləri bərpa eləyirik və bunun fonunda uşağın iştahının düzəlməyini gözləyirik və yaxud da tiroid vəzi problemlərində, tiroid vəzinin çox çalışmasında, az çalışmasında da qida davranışında bəzi dəyişiklikləri görə bilirik. Əgər bu dəyişiklikləri biz korreksiya elədik, bunun fonunda yenə də uşaqda qida davranışında olan o dəyişikliklər düzəlmirsə, normallaşmırsa, mütləq şəkildə bir psixoloq dəstəyi tövsiyə edirik və xüsusilə də yeniyetmə dövründə tövsiyə edirik. Çünki yeniyetmə dövrü faydalı vərdişlərin qazanıldığı bir dövrdür. Yəni bu dövr şəxsiyyətin formalaşmasının ən vacib dövrüdür. Siz də yəqin ki, razılaşarsınız. Və bu dövrdən oturuşmuş ziyanlı vərdişlər, qeyri-düzgün həyat tərzi irəliləyən illərdə də o uşaqla bərabər gedəcək. Ona görə də o dövrdə həll olunarsa daha yaxşı olar gələcəyi üçün də. Bunu mütləq bildirmək istəyirəm ki, yəni yemə davranışı cinsəl olaraq digər proseslərə də təsir göstərir. Həddindən artıq yeməyə qarşı takıntılı olanlar, aşırı çox yeyənlər, obezliyə doğru gəlib çıxanlar cinsəl inkişafı da gecikę də bilir və yaxud digər problemlər də yarada bilirlər. Normalda düzdür, qadınlarda da siz yəni bunu daha yaxşı vurğulamış olarsınız ki, hər iki hormon da olur. Yəni də androgen də ilə estrogen də olur. Sadəcə qadında qadınlıq hormonu yeniyetməlikdən başlayaraq artdığı üçün, kişidə də kişilik hormonu, yəni oğlanlar üçün androgen artdığı üçün normalda bu davranışlar bu yönümdən olmalıdır. Biz bu yönümdən gözləyirik. O formada olan oyuncaqlara meyillik, məşğuliyyətlərə meyillik olmalıdır. O formada yəni davranışlar sərgilənməlidir. Lakin artıq burada bir problem yaranırsa, bunun arxasında yemək də ola bilər, psixoloji hər hansısa bir fon da yarana bilər, əvvəldən gəlmiş hormonal problemlər də ola bilər. Təbii ki, buna hər tərəfli yanaşma olanda, həm siz, həm biz hər tərəfdən yoxlayıb, müayinə eləyib, onu ortağa çıxardanda daha keyfiyyətli həll yolu tapa bilirik deyə düşünürəm. Müayinələr zamanı ailənin yeniyetməyə yanaşmalarını yəqin ki, siz çox görürsünüz, müşahidə edirsiniz. Nələrə daha çox diqqət edilməlidir, nələri yanlış kimi görə bilirsiniz? Uşaqların bədənində olan bu dəyişiklikləri valideynlər görəndə, valideynlər özləri uşaqdan qabaq təşvişə düşürlər. Bu çox yanlışdır və hər bir valideynə demək istəyirəm ki, özünüzü o yaşda yadınıza salın. Əslində mən düşünürəm ki, bizim ən çox xatirələrimiz məhz yeniyetməlikdir. Məsəl üçün kiminsə 5 yaş, 6 yaş xatirələri çox da yadda qalmır. Daha çox
10 yaş, 9 yaşdan sonraki xatirələr yadda qalır və xüsusilə valideynlərlə münasibətlə əlaqədar xatirələr daha çox yadda qalır. Yəni ilk növbədə istəyərdim valideynlər bunu unutmasınlar ki, bir valideyn uşağının ən böyük dəstəkçisi də ola bilər, ən böyük travmanı verən şəxs də ola bilər. Yəni valideynlər özlərini indiki pozisiyasında yox, həmin yaş dövrünü yada salsınlar. Məsəl üçün, həkim otağına girərkən övladının bədənində olan həmin dəyişiklikləri bir qüsur olaraq hamının içində həkimə çatdırmasın. Əfsuslar olsun ki, otağa daxil olur nənə, baba, ata, ana, uşaq və hər kəsin içində valideyn möhkəm səslə bildirir ki, doktor, mənim oğlumun, misal üçün deyirəm, cinsiyyət üzvü çox balacadır. Bu uşağa bir ömürlük bir travmadır. Biz misal üçün müayinə edirik, bildiririk ki, valideynə ki, yaşa görə hər şey normaldır, hər şey qaydasındadır. Amma uşağın o utanc hissi, uşağın oradakı mimikası misal üçün çox üzücüdür, çox çox əfsuslanıram o hala. Və yaxud da qız girib hamı ilə bərabər, yenə də bütün nəsil otaqdadır və hər kəsin içində bu qız çox kökdür, çox tüklüdür. Yəni bunun necə olacaq mən bilmirəm. Yəni bu narahatlıqları başa düşürəm. Valideyn də narahat olur, amma bunu uşağın yanında demək düzgün deyil. Əslində dediyiniz mövzu o qədər önəmlidir ki, uşaqlarda bu psixoloji travmaların ən başlıca göstəricilərindən biridir. Valideynlər yanlış davranaraq sonra necə bu vəziyyətə gəldi deyə deyirlər, amma elə psixoloji travmalar belə yaranır. Kiçik yanlış davranışlar gətirib uşaqda böyük bir problemə çıxarda bilir. Mən çox sağ olun demək istəyirəm ki, öz vaxtınızı ayırdınız bu videoda mənlə bərabər fikirlərinizi bölüşdüyünüz üçün. Diqqətiniz üçün çox təşəkkür edirəm. Bu mövzu ilə bağlı hər hansısa bir sualınız varsa, rəy bölməsində qeyd edə bilərsiniz. Sevərək cavablandıracağıq.